خاندان جلیلی معبود خواهدان قدیم جدید اسیر خاک olanlar merhum Hacı Tağiyanın ruhi yad ola. Allah asayiddən də inşallah be nəhv əhsən əkməl qəbul eləsin. Bəli, Cənab-ı Ali mərhum Nemətullah Cəfəri xandanı Cəfərlərdən qədim cədid əsir xaç olanların ruhi yad ola. Məbud xahlardan, dünyadan gedənlər, məxsən əziz qonaqlarımız ki, ağlıq eləyiblər, məhəbbət buyurublar, Ustad Nəsiriyə əzizəm və tamamiyə buzurqanı cələsəmiz, ağsaqqəllər, məddahlar ki, biri-birindən gözəl, insafən, fövqüladə ləzzət bəxş, əmvatilərin ruhiləri yad ola. Kətlərimizdə burada ölən Hüseynçilər, miyandarlar, zəncir vuranlar, sinə vuranlar, şaxsıya gedənlər, tamam o kəsləri ki, təşkilat seydi şühədada pişqədəm olublar, bani olublar, xəş veriblər, ehsan veriblər, milləti məscidə cəm eləyiblər, suxənran olublar, qapı açıblar, pərçəm vurublar, ölüb gediblər, hamılarının ruhilərin qonaq eləyək, İmam Hüseyin ağanın süfrəsinin kənarında tamam bizim də dünyadan gedənlərimizlə inşallah bəhrəmənd olalar, öz ənvatüvün, bəğəldəstüvün, aba və əcdadının ruhiyat, xandanı, məbud xahdan da əsir xaç olanların ruhi ilə Hacı Tağiyanın da ruhi, Hacı Nemətullah Cəfərinin də ruhi yad elə bir İmam Hüseynə layiq səlavat xətm elə. Allahümme salli ala Muhammed. Əuzu billah minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Və huvə xeyru nasirin və mu'in. Qalə Allah Teala Bismillahirrahmanirrahim. İza zulzilətil ərzu zilzaləhə və əxrəcətil ərzu əskələhə və qaləl insanu maləhə yevmə izin tuhəddisu əxbarəhə بأن ربك أوحى لها يومئذ يصدر الناس أشتاتا ليروا أعمالهم فمن يعمل مثقال ذرة خيرا يره ومن يعمل مثقال ذرة شرا يره. Hər kəs bu surəni oxusa, əvvələn zəlzələdə ölməz. Bədənində lərziş olan bir mərəz var, qorxudan lərziş gələr adama. Bəzi adam qorxutsun, canı titrər. Dərmanı budur. Sure Zilzal və çox asar yazıblar. Yek çaharımı Qur'an da özüdə. İmam Sadıq abi hər kəs bunu oxusa, elə bir yek çaharımı kullu Qur'anı xətm eləyib. Tüm günlərim kərəcədə zəlzələ gəldi, mən yolda zehnimə bu çatdı ki, Allah inşallah camiəmizi, məmləkətimizi tamam bəlahay təbii və qeyri-təbiidən, ağla gəlməyən bəlalərdən, Bəndər şəhid rəcai ağla gəlməyən bəliydi. Biləxərə hər nə idi? Ağla gəlməyən bəliydi. Bir ləhzənin içində, bir dəqiqənin içində bir dənə bəndər münfəcir ola və neçə kilometr o tərəfdə vıra evləri, şüşələri, maşınları dağıda və biləxərə bu ağla gəlməyən bəladır da. Bunu da şeytan gətirər, şayət bəşərin qoyar zehninə və bir iddədə bundan çörək aparar. Bir iddədəmin elər çörək ağacı, düşər məmləkətinin canına, heç elə bir kullu dünyada heç ittifaq düşmür və bizim məmləkətdir. Dadaş, hənuz bir ay üstündən geçməyib, təzə tüstüsü indi də qalır. Los Angeles kül oldu getdi. Evvelu ərteşhayı ansinanı ki, dəbdəbə kəbkəbələr yeri götürmüşdü, arvatların çiftləri ilə su atırdı lota. Özdə xamışlayanmadılar, 10 milyon nəvər qoydular, qaçdılar. Kullu şəhər yandı, kül oldu. Getdi işinin dalına. İndi bizimkilər anəm, muşəkin su, hər nə idi. Sənin mənim əvvələn hiteyi savadımda deyil, qəlaf el otu yerində elə, mən özüm də elə, mən özüm xanəvadəmi kontrol eləzəm, məmləkət sürrənər. Shakespeare dedi, hər kəs öz qapısını süpürsə, dünyalar Gülüstan. Bizim dərdimiz budur, heç kəs əlindən gələn işə getmir. Əgər əlindən gələn işə getsə, hər nə mizan olar və əlindən gəlməyənləri də çıxadırıq yuxarı başa. Özümüz bizim əlimizdədir. Ondakı çilə o kababı yeyirik. Ha, bu bətər nümayəndədir, ağa bu bətər nümayəndədir. Elə həmunlar gediblər, əlan pəncərə olublar. Bizi də dərbədər eləyiblər. Əlan sənlə mənim tüstüsü də olacaq. Dövlət deyə nə olacaq? Heç dad. Övü metrdə də 100 milyon qoydu üstünə. Müstəciri xanə xarab elədi, olmayanı giriftar elədi, o ki əhləyalından
şərməndə idi. Hələ bu dünya lərzişləridir da ki, Peyğəmbər Xuda vurdu, bizim əməllərimizə bu zəlzələlərin irtibatı var. Nə cür? Peyğəmbər Xuda buyurdu, bu dünya huşməndidir. Barha bunun bəhsini eləmişik. Dünya huşməndidir. Bu günlərim sən bir dənə qoca kişiyə cəsarət eləsin, cavan ağa. Sən qocalandan sonra həmin bu əməl bir gün çıxacaq sən qabağa. 10 ildən sonra, 20 ildən sonra hər kəs ki iştibah qədəm qoyub, axırda özü etiraf eləyib ki, ağa, mən filan yerdə gələk getdim, bu bərnamə gəldi mənim başıma. Dünya qanun məndidir. Allah da qiyamətə çox şey iş qoymayacaq qala. Bu dünyada hesab kitabın cəmaatını çürüdüb aparacaq. Onlar ki, dədələrin haqqı valideyn olublar, onları uşağın ayağının altında leh eləyib ondan sonra aparır. Deyir, bax, sən ki dədün ha, soğanı ruh olmuşdun ömrünə. Gör, xoşuva gəlir, indi uşaqların daraşıbla sənin canıva. Deyirlər, tez ol, sat bizim malımızı ver. Nə qəd satır, yallah mən bilmirəm, şayət sən ölməyəsən. Var da, nəyə yoxdur? Dədənin cəli imza eləyib, dədənin gedib imzasını cəl eləyib, dədənin hesabından hüququn kəməldirlər, dədə benavan heç xəbəri yoxdur. Bəli, insanlı əməllər çıxar qabağına. İncahan ku həst o fe'l ma neda, suye ma ayət neda hara seda. Bu dünya eynən bir dağ kimindir, nə cür qışqırsan o cür sənə cavab qaytaracaq, o cür eko eləyəcək, o cür sənə əməli qaytaracaq. Allah-u Teala bu dünyada huşməndidir. Hər əməli ki eləyəcən çıxacaq qabağa. Xeyr, toniki mikonu dərdecli əndaz ki izzət dər biyabanət dəhət baz. Allah elə yerdə gələr, kilid elər, salar sənin müşkülü açar ha. Heç zehnindən xutur eləməzdi ki, mənim müşkülüm buradan həll olandı. Peyğəmbəri Xuda Xatamul Enbiya Muhammed Mustafa sallallahu aleyhi ve aleyhi ve sellem buyurdu, dünya yeni zəncir kimindir. Sən əməllər və rəbdi var, mənim əməllərimə rəbdi var. Camiədə həcəri hamı düzdü olana, hamı düzdü olana. Xanımlar düzdü olana, ağalar düzdü olana, alverçilər düz alver eləyə, karımənd düz karımənd ola, məsullar düz məsul ola, top oynayanlar, vərzişkarlar, bazı hamı düz olsa, camiədə bir dənə bərəkət yaranar. Camiədə bir bərəkəti ərzi-bi hucur, bir cür bərəkət yaranar ki, Allah unvərişna peyda. Buyurdur, لو أن أهل القرى آمنوا واتقوا لفتحنا عليهم بركات من السماء والأرض. Əgər mərdum hamısı yaxçı ola, bərəkət yağar evlərə. Camiəni vaxtı xəlaf tutsa, sən dinməsən, mən dinməsəm, gərək imamın ölməyin amadə olaq. İmam Hüseyin gərək gedə qovdiyi qətli qaha. İmam Hüseyini tanımadılar, qəşəng tanıyırdılar, niyə tanımırdılar, ağlayırdılar da. Əsən leşkəri Ömər Sədidən çox adam tökülmüşdü Kərbəla çöllərinə. Dərələrdə, təpələrdə İmam Hüseynin piruzluğuna dua eləyirdilər. Amma bəzi yerdə təhduva fayda eləməz. Bayaq bir dənə klipə baxdım. Qəzzədə bomba düşüb, bir dənə sütəmər uşaq qalıb bir dənə betonun altında. Onu şayət siz də gördünüz. Bir dənə durasır it gəldi, bu uşağın yapışdı boynundan, çiynindən, o betonun altından çəhdi ona, beton yatdı, peres oldu. Altında yazmışdı, bu itin qeyrəti tamam ərəblərin hakimlərindən yuxarıdır. Bu itin qeyrəti bu hakiman ərəbdən çox yuxarıdır. Lağəl o özünə bir ehsası təklif eləndi, onun yapışa boynundan onu o məxməsədən çəkə çölə. Burada evi yıxılanlarda heç buxar yoxdur, heç hərəkət yoxdur. Və bunun tüstüsü dolacaq Cahan İslamın gözünə. Və bunun tüstüsü qaydı bizim dolar, bir-bir təhliyəcəklər, bir-bir bizi aşıracaqlar. Bir gün Yəmən, bir gün Suriyə, əlan Suriyənin halı day və xamətə üz qoydu. Yavaş-yavaş İsrail istəyir sabah bir gün oranı qəbz eləyə ala, ondan sonra növbə keçəcək bizə. Demə mənim səmtimə gəlməz. Bir zaman vardı, tiryəkə kətlərdə tanımazdılar. İndi geçsən, hər küçədə hər növməvatlı müxəttir istəsən, bir ahəti 5 dəqiqə taparsan. Hətta xırd uşaqlardan yavaş-yavaş gələr, dolar, oturar camiənin bəslərində. Ləv ənnə əhləl Quran amenu vəttəqu ləfətəhna əleyhim minəs səmai vəl-ərz. Buyur, əgər mərdum yaxçı olsalar, Allah bərəkət qapılarını açar mərdumun üzünü. Rəbdi yoxdur. Bu günlərim yeki az
Guzarişgeran, onlar ki mocriyan televizyon, mərufluqla pul qazanıblar. Nə savadları var, nə təxəssüsləri var, nə hansınan karayları var. Bugün gəlir deyir, ağay reis cumhur, çera az tərəfi idarə ittilaat və zənan sərloxt SMS gəlib ki, nə vaxtını cəmləyəcəksiniz? Mənim qızım nə cür gəz ağadaş, səndə şərəf, qeyrət yoxdur. Biz onu qəbul eləyənmərik. Apar özü ilə Türkiyə, xaricə, Tayləndə ötür gəzsin, dolansın, özündə yanında ol, şahid ol. Qəşəhbəzək düzənə vəli o virusu, sərətanı gətirib ötürüb caməni gəndə çəhmə. Bir adam istəyir o cür durəsür əhməq adamların cavabını verəcək Surə Nur oxu. Surə Nurda buyurur, əgər bir dənə ağa xanım bahəm xilafı şər iş görələr, zina eləyələr, bunların hər birinə 100 dənə şallaq vurun, göz qabağında vurun, qoyun bunların abırısı geçsin, hamı bunları tanısın, bunların çox yerdə şəhadətlərində qəb. Allah onda Xuda nakədə nə istəyir cəmaatın abırısı ilə? Ki, Surə Nurun elə əvvəlləridir. Baxa, mən büyünlərim, Çıqqıla ödəbi, çıqqılı kənizüz var, bir yaşı vardı. Quranla aram olur. Əvvəldən mən bu yatmayanda buna bekarçılıqda Quran oxumuşam qulağına. İndi Quran, Surə Nuru büyünü açdım, bu gəldi. Başladı ki, ağacan bir dənə ağa xanım xətavı xətt eləyiblər. Çəkin xiyavanda bunları şallaqlayın. Qoy camənin əmniyyəti rəvanısı qalsın yerində. Ötürək öz başına, şəhid xanəvadələri bir xiyal, məracə bir xiyal, danışqarlar bir xiyal, xətiblər bir xiyal. Ayvala nə işimizə? Ham dövlət ötürüb da biz boşlamırıq. Yo, bizim ölüncəm bizim təklifimiz var. Hüseynçilərin təklifi var. Bir İmam Hüseynçi ki, gələ xilaf-ı ərz və huzur din İslam danışa, mənviyyat İslam danışa. Ağa, hicab əgər pisdir, xanım Zeynəbin nəyə hicabın tərifliysən əqaymətdə? Əgər pisdir, nə yalandan tərifliysən? Hicabın vermədi, demə Zeynəb başa çıxdı, ürək ahu ilə dolar. Baxma bir iddə yazıbla məgər oradaydı olar. Gündü Zeynəb məgər ya günə də baxmaq olar. Demirəm qavrət olan vaxtda xanım zər verməz. Baş verər başdan açıb düşmənə məcər verməz. Əgər bu pisdir, biz bunu indiyəcək oxumuş. Vəzən niyə bunu yazıbla? Bir xod yazıbla da. Bir xod yazıbla da. Əgər bu cürdür. Yo, bu cür deysən bir xod oxuyub qulaq asıbsan. Əgər bu cür deyil, əsən get özündə təzdid nəzər elə. Allah zəlzələ də yollar, daş da yollar. Allahın heç kəsinə qərardadı yoxdur. Ki, ağa büyünlərim, Allah biz məhsunuq Allahın əzabından. Xeyr, Allah bir yaxçı olsun. Cavab verəcəyəm, cəza verəcəyəm, pis olsun qulağı vuracağım. Elə bu surənin axirindədir. Ki, Peyğəmbər Xuda hər moğa gördü camiədə cavan ölümü çoxaldı. Rəvabit-i naməşrua nişandır bu bir dənə. Rəvabit-i naməşrua. Allah mütal qiyamətdə cəmaatı çəkəb yol eybilərinin üstünü açaq. Əlan bayaqlar mən o Surə Nura baxanda öz-özümə fikirləşdim. Görürsən bu İranın neçə dərsədir 100 dənə şallaq yeyib və edam olmalıdır. Bir sarənguşda hesapladım, gördüm Oğuz'a çox vəxim tərəzin hərfasdır. Bəli, o xanım ki özünə 1 milyon xəş qoyur, o müftə çıxmayıb xiyavana. Onu elə 5 dənə dusetdarəm desə, hər xəlafkardan soruşsa deyər bu müştəriyəm buna. Çünki bu sıraq səbzi budur. Bu mənə deyir ki, mənim səmtimə. Bu cür bəzək düzəyinə məni dəvət eləyir. Bu əgər özünə ismət, iffət qail olsaydı, bu vəzdə çıxmazdı xiyavana. Bu vəzdə bunu çıxartmazdı xiyavana. Nə cürdə olur biləxərə iş gedib yerinə day, hər nə cür hesablıysan hesabla. Day dövlət hər övə bir məmur qoyanmaz ki, insanlarda qeyrət damarı qurumaya, insanlarda təəssüb damarı qurumaya nisbət və dinləri. Və illa şiə sərasər hədəf o, himmət əz, şiə himayətgər hürriyyət əz, şiə zəpa tab sərəş, izzət əz, şiə nemayenده یک ملت است، شیعه بی ریشه فقط نکبت است، مرگ بر آن شیعه که بی غیرت است. شیعه نه در بند لباس شب است، شیعه محبوب علی زینب است، شیعه حسین است که آزاده است، شیعه حسین است که سر داده است.